Murad bəy, elə başlayaq birinci əslində Azərbaycandan, daha sonra keçək dünyada baş verən proseslərə. Daha doğrusu dünyada baş verən proseslərlə bağlı Azərbaycanın mövqeyindən start götürək. Ceyhun Bayramov və Abbas Arakçı arasında aparılan bu telefon danışığı. Bu telefon danışığında Azərbaycanın mövqeyi bir daha sərgilənir, amma İranda bəzi məsələlər üzərindən iddialar qaldırmağa çalışırlar. Niyə Azərbaycanın İsraillə təmasları artıb, Amerika Birləşmiş Ştatlarının Azərbaycan arasında əlaqələr güclənib? Bu kontekstdə İranda hər zaman şübhə içində olan bir qrup var. Baxmayaraq ki, artıq Azərbaycan dəfələrlə sınaqdan keçib. İranın sınaqdan keçmədiyi halda Azərbaycan hər zaman bu sınaqdan üzü ağ çıxıb. O zaman İranın Azərbaycanla bağlı belə bir şübhəyə düşməyə hər şeydən əvvəl mənəvi haqqı varmı? Heç bir mənəvi haqqı yoxdur. Ümumiyyətlə baxsaq Azərbaycan-İran münasibətlərinə, hər zaman Azərbaycan İranla münasibətləri normal qonşuluq münasibətləri formatında saxlamaq üçün əlindən gələni eləyib. Təəssüflər olsun ki, uzun dövrdə biz əks tərəfdən bu cür addımları görməmişik. Biz bizim diplomatik nümayəndəmizə baş vermiş hücumla bağlı hadisələr yadımızdadır. O hadisəyə dövlətin yanaşması yadımızdadır. 44 günlük müharibə vaxtı İranın Azərbaycanla bağlı münasibətləri yadımızdadır. Ondan sonra yadımıza salan Qarabağa gizli yollarla qeyri-qanuni olaraq neft məhsullarının satışı ilə bağlı hadisələr hamısı yadımızdadır. Amma Azərbaycan tərəfi hər zaman İran üçün ən ağır dövrlərdə bütün dünya, xüsusi olaraq ABŞ onlara qarşı ciddi təzyiqlər görən zaman heç vaxt o münasibətləri üçüncü tərəflərin maraqlarına uyğun olaraq həyata keçirmirdi. Və bu günlərdə biz görürük ki, Amerika Birləşmiş Ştatları bütün dünyada qüvvələri toplayır İrana qarşı, amma Azərbaycanla əməkdaşlıq ancaq və ancaq Cənubi Qafqazda sülh istiqamətində, kommunikasiyalar inkişafı istiqamətində fəaliyyətdən söhbət gedir. İsraillə əməkdaşlığa qalanda mən onu deyə bilərəm ki, bəli, bu yaxınlarda İsrailin Xarici İşlər Naziri və böyük biznes nümayəndə heyəti ilə Azərbaycanı səfər etmişdi. Və diqqətlə izləsəniz görərsiniz ki, burada ancaq və ancaq mülki layihələrdən söhbət gedir. Kənd təsərrüfatı, kibir təhlükəsiz və s. sahələrdir. Ona görə Azərbaycan bu cür aparıcı dövlətlərlə əməkdaşlığı məhz öz milli maraqlarından irəli gələrək qurur və bu əməkdaşlıq heç zaman bu dəfələrlə sübut olunub, tarixdə də sübut olunub ki, heç vaxt bu İrana qarşı istifadə olunmayıb. Ona görə İran tərəfindən biz dəfələrlə bəzi qurumların bu cür bizə qarşı bəyanatlarını eşitmişik, amma bunların arxasında heç bir əsas yoxdur. Murad bəy, Azərbaycanla bağlı məsələdən danışdıq. Hazırda dünya üçün əsas sual odur ki, İran vurulacaq ya yox. Bunun üzərinə studiyamızda çox şərhlər verilib. Amma indi İranın bir açıqlaması var. Deyir ki, biz Amerika Birləşmiş Ştatlarının bazalarına hədəf alacağıq və istisna da etmirlər ki, bütün bazalar hədəfə alına bilər. Amma əslində ekspertlər bəzilərini istisna edirlər. Çünki xüsusilə də deyək ki, İrana hazırda zəmanət verən bəzi ərəb ölkələri var. Onlar deyirlər ki, biz hava məkanımızı açmayacağıq hansısa bir İrana qarşı hücum üçün. Bunun üzərindən istəyərdim ki, qrafik təsviri ekrana gətirək və bu ətraflı şəkildə siz də şərh edəsiniz. Yaxınlaşmaq istəyirsinizsə Murad bəy, buyurun bunu da götürün, rahatlıqla müzakirəmizə başlayaq. Tamaşaçılara aydın olmaq üçün bu xəritədə biz bu İranı görürük və İran ətrafında burada xəritədə qeyd olunub qırmızı nöqtələrlə Amerika Birləşmiş Ştatlarının bəzi hərbi bazalarıdır. Ona görə ki, bu yaxınlıqda aşağıda da böyük miqdarda və gələcək hücumlarda istifadə olunacaq hərbi bazaları var. Mən hesab edirəm ki, İran tərəfinin bu günləri əlində olan hərbi qüvvə, xüsusi olaraq dronlar və balistik raketlər vasitəsilə çox rahat olar onlara əks istiqaməti vurmağa. Məsələn, Kuveytdə yerləşən, baxın, Körfəzin o bir hissəsində yerləşən hərbi bazalara zərbələr endirmək potensialına malikdir. Və buna görə də Amerika Birləşmiş Ştatları
uzun müddətdir, deyəmsə ki, hadası bir 10 gündür, biz görürük kifayət qədər ağır hərbi nəqliyyat təyyarələr vasitəsilə hava hücumundan müdafiə sistemləri, TAT-dır, Patriotdur, Amerikanın özündən bu ərazilərdə yerləşdirilir. Amma əsas mən hesab edirəm ki, İrana hücum üçün nəzərdə tutulan hərbi baza, yaxınlıqda olan hərbi baza, bu Diego Garcia Hind okeanında yerləşən bazadır. Oradan məhz artıq dünənlərdə ora əlavə olaraq Amerika Birləşmiş Ştatlarının ən ağır bombardmanları yerləşdiriblər və ikinci ən yaxın baza hansı ki istifadə olunacaq, bu İordaniyada yerləşən hərbi bazadır. Orada da artıq F-15'lər yerləşdirilib, müasir F-15'lər. Yəni ikinci hədəf kimi deyirsiniz ki, İordaniyadakı aviabaza yox, hədəf götürüləcək? kimi bunlar hədəfdir, amma bunları vurmaq imkanı yoxdur İranda. İran vura bilər, məsəl üçün, Kuveytin ərazisində olan, Omanın ərazisində olan hərbi bazalar, ora imkanları var texniki vasitələrlə. Amma fikir verin, Dubayın, onların rəhbərləri artıq bəyan ediblər ki, biz öz ərazimizdə olan hərbi bazalardan Amerika Birləşmiş Ştatlarına istifadə eləmə imkanı verməyəcək və izləsək də biz görərik ki, həmən o bazalarda da ABŞ zərbə endirici vasitələri yerləşdirməyib. Əsas yerləşdirdiyi ən yaxında olan bu İordaniyada olan hərbi bazadır və onun da hava hücumundan müdafiə baxımından çox gücləndirilib. Ona görə ki, orada artıq müasir F-35'də stealth tipli təyyarələr yerləşdirilib, yenə deyim F-15'lər yerləşdirilib, amma ən əsas ağır təyyarələr, məsəl üçün B-2-dən söhbət gedirsə, Amerika Birləşmiş Ştatlarının günləri 19 dənə bu cür müasir stealth tipli bombardmanları var. Yaydakı 12 günlük müharibədə də ABŞ onlardan istifadə eləmişdi. Yazıcısı o bunkerləri vurmaq üçün bombalardan ancaq o təyyarə daşıyır. O təyyarələr regionda yerləşdirilmir. Onlar hamısı Amerika Birləşmiş Ştatlarında bazalardadır və əmr gələrkən onlar uçuş eləyib, əməliyyatı keçirib qayıdırlar. Ona görə də fikir versəniz, son 20 gün ərzində Amerika Birləşmiş Ştatları regiona 30-dan çox havada deməli nəqliyyatın növbətən təmin olunması üçün təyyarələr yerləşdirib. KS-135'lərdir və o təyyarələr 30-dan çox böyük rəqəmdir. Bu onun göstəricisidir ki, Amerika Birləşmiş Ştatları planlaşdırır uzun məsafəli uçuşları. Uzun məsafəli uçuşların da əsası o inandı ki, yəni İran tərəfi onlara zərbə endirə bilməsin. Amma əsasən əməliyyat başlasa, çox güman ki, ilkin olaraq bilirsiniz ki, Körfəzdə Amerika Birləşmiş Ştatlarının gəmisi Avram Lincoln yerləşib. Onun da üstündə hardasa 3 eskadrilya var, 2 eskadrilya F-18'dir. Gəmilərlə bağlı əslində qrafik təsvirimiz var. Xahiş edəcəm, həmin o qrafik təsviri də ekrana gətirək və orada da görək ki, hazırda Amerika Birləşmiş Ştatları gəmiləri əsasən hardadır, harda yerləşir, xahiş edəcəm. Bəli, artıq. Əsasən, mən sizə deyim, Avram Lincoln, burada da izah eləyə bilər. Avram Lincoln, bu yerləşib hardasa, buralarda yerləşib. Çox yaxın da dayanmayıb İranda və onun ətrafında, bax bu esministlər, ətrafında onun müdafiəsi ilə məşğuldur. Ona görə ki, o əsas hədəf kimi İran tərəfi onu vurmaq çalışacaq. Onun hardasa 8 və 9 esminist müdafiə eləyir və siz görürsünüz burada gəmiləri və Aralıq dənizində də var gəmilər. Ümumiyyətlə, bu esminist gəmilərini götürsək, bunların ümumi 1000-ə yaxın Tomahawk raketini ateş açmağa imkanına malikdir. Yəni, bu qədər gücə malikdir bu gəmilər. Ondan başqa, mən yenə deyim, o təyyarələrlə bağlı həddindən artıq çox böyük güc yerləşdirib. Mən hələ İsraili nəzərdə tutmadım. İsraillə ABŞ-ın hərbi hava qüvvələrini, imkanlarını saysaq, bu hardasa 500-dən çox təyyarə eləyir. Bunlar hamısı müasir təyyarələrdir. B-1, B-52, F-16, F-15, F-22, bunlar hamısı müasir və çoxsu xüsusi olaraq F-35'lərdir, F-22'lərdir və B-2'lərdir. Onlar stealth texnologiyasına malikdirlər və onların əsas hədəfi çox güman ki, ilkin zərbələrdə, birinci növbədə İranın hava hücumundan müdafiə sistemlərini neytrallaşdırmalıdır. Biz 12 günlük müharibədə də yayda gördük ki, Amerika tərəfi, xüsusilə İsraillə ilkin olaraq İranın hava hücumundan müdafiə sistemini neytrallaşdırdı ki, ondan sonra əməliyyatlar həyata keçirmə imkanları olsun.
Çox güman ki, bu səfər də ilkin olaraq bu tətbiq olunacaq və İranın balistik raketlərini atmaq imkanlarının qarşısı almaq. Burada biz bir şey də qeyd eləmədik ki, İran tərəfi Amerika Birləşmiş Ştatlarının bax, görürsünüz, buralarda yerləşən hərbi bazalarını vurmaq imkanına malikdir. Bu İranda görürsünüz, çox yaxındır, rahat dolar şu. Bir də xüsusi olaraq İsraillə bağlı. İsrailə də hücumlar olacaq. Ona görə İsrail tərəfi də öz hava məkanını hava hücumundan müdafiə sistemlərinə gücləndirib. İlkin olaraq bugünkü günə görə olan vəziyyət bu qədər. Murad bəy, zəhmət olmasa yaxınlaşın masamızın ətrafına digər məsələlərdən danışaq. Daha doğrusu bir məsələ də var ki, İranın yüksək rütbəli şəxslərini daşıyan təyyarənin Rusiyaya getməsi ilə bağlı iddialar var və biz elə həmin o təyyarənin daha doğrusu qalxdığı ilə bağlı məlumatı əldə etmişik, amma orada kimin olduğuna dair məlumat yoxdur. Yəni, içərisində kimlər ola bilər sualı ətrafında müzakirə gedir. Əgər həqiqətən də adətən yüksək rütbəli şəxslər İran rəsmilərini daşıyan bu təyyarə Rusiyaya yön alıbsa, sizcə həmin o təyyarədə, təbii ki, bu bir proqnozdur, kimlərin olma ehtimalı var? Bugün kim özünü təhlükəli vəziyyətdə hiss edir? Siz dediyiniz məlumatı dünən axşam yayıldı məlumat bazasında və bu gün səhər mən efirə gələrkən diqqətlə izlədim. Belə bir məlumat var idi. Bilmirəm, düzdür, həqiqətdir ya yox. Ona görə ki, həddindən çox fake məlumatlar olur. Güya o təyyarədə vilayəti Moskvaya uçub və Prezident Putinlə gecə ilə görüşüb və Xamenei tərəfindən ona hazırlanan xüsusi müraciəti çatdırıb. Belə bir məlumat var. Amma indi bunun təsdiq olub, təsdiq olunmaması hesab edirəm ki, gün ərzində biz biləcəyik. Varmı bugün Tehranın Moskvadan gözləntiləri? Yəni burada həmin o rəsmi şəxsləri müdafiə etmək baxımından gözləntilər ola bilər və yaxud da İrana hücum ediləcəyi halda Rusiyadan hansısa bir addım atılmasını gözləmək ola bilər. Düzdür, Rusiyanın özünün də başı bu dəqiqə Ukraynadakı müharibəyə qarışıb, amma təbii ki, İran kimi bir müttəfiqini də itirmək istəməz. Ən azından İran az kömək eləməyib Rusiyaya. Əlbəttə ki, köməkdən söhbət gedirsə, bu demək deyil ki, Rusiya tərəfi açıq-aydın İranı müdafiə edəcək. Bu günləri Rusiya tərəfinin onu müdafiə etmə imkanı yoxdur. Biz görürük ki, Ukrayna cəbhəsində kifayət qədər ağır bir vəziyyətdədir. Amma diplomatik vasitələrdən istifadə eləməyi biz son 1-2-3 gündə İrandan kifayət qədər aktivlik görürük. İstər Türkiyə ilə bağlı cəlb eləyirlər ki, Türkiyə vasitəçilik eləsin. Bundan əvvəl Aman və Katar vasitəçilik eləyirdi. Ola bilsin ki, İran tərəfi çalışacaq ki, Rusiyada Amerika Birləşmiş Ştatları ilə hansısa bir əlaqəyə girsin, nəzərdə tutulan bu hərbi əməliyyatların qarşısını almaq üçün hansısa bir diplomatik addımlar atsın. Düşünürəm ki, bax, bu ətrafında gedəcək. Amma hərbi müdaxilədən, hərbi dəstəkdən mən inanmıram ki, bundan əvvəl də sadaladığının bu dərəcədə böyük gücün qarşısında Rusiya tərəfi hansısa bir ciddi bir təsir edici imkanlara malik olsun. Murad bəy, Məsud Pezeşkiyanın da bir açıqlaması var. O deyir ki, biz müdafiəyə tam hazırıq. Düzdür, İran rəsmiləri belə danışmadılar. Cəmiyyətdə narahatlıq da yarada bilməzlər, amma real müstəvidə həqiqətən də bugün İran həmin o hücumları dəf etməyə hazır görünürmü? Əlbəttə ki, yox. Bilirsiniz, bu günlərdə ümumi biz götürsək Amerika kəşfiyyatının məlumatları hansı ki açıqlanır mətbuatda və müstəqil hərbi araşdırıcıların məlumatlarını, onlar hamısı eyni qeyd edirlər ki, 12 günlük yay müharibəsindən müqayisə eləyəndə bu günləri İran istər hərbi cəhətdən, istər siyasi cəhətdən qat-qat zəifdir. Və biz yaydakı 12 günlük müharibənin nəticələrini görsək, biz gördük ki, İran tərəfi də belə ciddi bəyanatlar verirdi. Amma nəticə etibarilə əməliyyatlar baş verəndə biz gördük ki, İran tərəfi ciddi hansısa bir müqavimət göstərə bilmədi. Amma indi İranın vəziyyəti qat-qat bundan da zəifdir. Bu baxımdan mən hesab eləmirəm ki, onların hansısa bir imkanları olacaq ciddi zərbələr vursunlar. Ola bilsin ki, müəyyən raket atəşləri açılsın İsrailə və Amerika Birləşmiş Ştatlarının hərbi bazalarına. Bunların bir qismini hava hücumundan müdafiə sistemə qarşısına alacaqlar. Bəziləri ola bilsin ki, keçsinlər və hansısa müəyyən bir zərbələr indirsinlər. Amma bu ABŞ-ın və İsrailin İrana vurduğu zərbələrlə müqayisə oluna bilməz.
Ona görə ki, bu dərəcədə hərbi potensialın və bu dərəcədə müasir hərbi texnikaya malik olan ABŞ və İsrailin qarşısında İranın müdafiə sistemləri həddindən artıq köynəlmiş görsənir. Murad bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarıq studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüzə görə.